Eşitdiniz ki, evə qəfil qonaq gəlir. Bu yeməyi hazırlayın. Bilinç xəmirini tez bazar hazırlayın. Ərzaqlar videonun alt bölümündə qeyd eləyəcəm. Mənə görə belə samballı yeməkdir bu qızlar. Bilinç olmağına baxmayın. Bilinç məndə aparatı da var, tavada da edirəm. Aparatla daha nazik, daha tez alınır. Bu az idi deyə bu dəfə xəmirim, ona görə tavada hazırladım. Görürsünüz nə yapışmır, çox xəfif, super bilinç xəmiridir bu, super, ən ideal xəmir budur. Xəmirim hazır oldu. Ondan sonra tavaya kərə yağı tökürəm, qəşəng soğanı yarım aypara şəklində şəkər tozu və duzla qəşəng qovururam. Onda soğanın ətri belə çox qəşəng olur, iyi də olmur. Sonra göbələyi doğrayıb əlavə eləyirəm soğanın üzərinə. Qazı da gür xodda qoyuram ki, göbələk suyunu çıxartmasın. Daha sonra göyərtisini də vururam. İspanaqlı göyərti, qaymağı da vurdum və salam. İçlik hazırdır. İçliyi qoyuruq bir qədər. Soyuducuda qalır bir yarım saat. Ondan sonra birinci xəmirin içərisinə yığıram və salam. Adi qaydada bükürəm. Ondan sonra tavaya yığıram bütün bilinçikləri və o yüz bu yüz qızardıram. Hüngülvari qızardıram. Daha sonra üzərinə Holland pendiri əriyənə qədər gözləyirəm. Qapağını bağlayıb və salam. Nar, şüd əlavə edib süfrəyə təqdim edə bilərsiniz. İlahi necə dadlıdır. Qızlar bunu hazırlayın, bunu mütləq hazırlayın. Çox ləzzətlidir. Dadından doymayacaqsınız.